Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Professor General Gabor Börendinin rəhbərlik etdiyi nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsi Kiber Təhlükəsizlik Mərkəzi və komanda hərbi hissələrindən birini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyinə məlumat verilib. Bildirilib ki, əvvəlcə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı General-Leytenant Namiq İslamzadə müasir standartlara cavab verən yüksək texnoloji imkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu və fəaliyyəti barədə məlumat verib. Qonaqlar Azərbaycanın hava məkanına nəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargah səviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdim olunub. Sonra Kiber Təhlükəsizlik Mərkəzinə gələn nümayəndələr Azərbaycan ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kiber təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Nümayəndə heyətinə müasir kiber təhdidlərə qarşı süni intellekt əsaslı kiber müdafiə vasitələri barədə ətraflı məlumat verilib. Daha sonra hər iki ölkənin baş qərargah rəisləri komanda hərbi hissələrindən birini ziyarət edərək hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçuların dağ komanda qüləsində və kəşfiyyatçılığında fəaliyyətlər izlənildikdən sonra Azərbaycan ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikasından ibarət sərgi nümayiş olunub. Onların taktiki texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı məlumat verilib.